Xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Şarayev adına 35 nömrəli 11 illik musiqi məktəbinin təşkilatçılığı ilə xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş Ürək deyir yaşa hələ adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, rəis müavini Nazim Əliyev, əməkdar incəsənət xadimi Aqil Məlikov, Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyin Məlikov, əməkdar müəllim Qəzənfər Abbasov, əməkdar artist Mirnazim Əsədullayev, əməkdar artist Toğrul Əsədullayev və Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorları qonaq qismində iştirak ediblər. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Muğam İfaçılıq Məktəbinin parlaq siması, xalq artisti Əlibaba Məmmədovun əziz xatirəsinə həsr olunmuş gecədə iştirak etdiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirən musiqi məktəbinin direktoru Vəfa Həziyeva qeyd edib ki, bu gecə sadəcə bir sənətkarın xatirəsini anmaq deyil, bütövlükdə Azərbaycan muğam sənətinin bir mərhələsinə nəzər salmaq, milli mənəvi yaddaşımızı yenidən yaşatmaq və onu gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Qeyd edilib ki, Əlibaba Məmmədov 1930-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıq illərində musiqiyə böyük maraq göstərib, xalq mahnıları və muğam nümunələri ilə erkən yaşlarında tanış olub. Onun sənətə gəlməsi təsadüfi deyil, daxili istedad və milli musiqiyə dərin sevginin məntiqi nəticəsidir. Gənc yaşlarında ustad xanəndələrin ifasını dinləyərək muğamın incəliklərini mənimsəmiş, sonradan professional təhsil alaraq sənət yolunu daha da möhkəmləndirmişdi. Əlibaba Məmmədovun yaradıcılığı Azərbaycanın xanəndəlik sənətinin inkişaf mərhələsində xüsusi yer tutur. Səs tembri, zəngülələrin təbii axıcılığı, sözün məna yükünə həssas yanaşmaq onun ifaçılıq üslubunu fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Tədbirin davamında belə sənət əsərlərindən biri vətən sevgisini və milli ruhu tərənnüm edən Mənim Azərbaycanım mahnısını məktəbin 3-cü sinif şagirdi Nurlan Balacazadə ifa edib. Onu tarda Elbrus Məmmədiyarov, bas tarda Seymur Mürsəlov, kamançada Bayraməli Əliyev, balabanda Oqtay Mürşidov, qanunda İlkəynə Cəfərova, nağarada Bəhruz Hüseynov müşahidə ediblər. Müqabil Bəbirxanov, Səs TV xəbər.